ATP 300 dəfə bismillah hansı saatlarda olmalıdır və onun nəyə xeyri var? Daha çox bax hansı yolları açır bax həmin o bismillah 300 dəfə. 300 dəfə Bismillahirrahmanirrahimin qeyd olunan vaxtı səhər gün çıxan vaxtı. Yəni məsələn təxminən belə deyək də saat 6-nın yarısında əgər gün çıxırsa, həmin vaxtı 300 dəfə Bismillahirrahmanirrahimin deyilməsinin faydaları birincisi sıxıntıları aradan aparır. Həmin günü insan üçün xoş keçməsi və eyni zamanda ruzi bərəkət qapılarının açılmasıdır və eyni zamanda əgər insanın borcu olarsa, bunu biz təcrübəmizdən deyirik ki, bir insanın borcu olarsa və o borcunu qaytarmaqda çətinlik çəkərsə, sıxıntıya düşəcəksə, bu qeyd etdiyimiz 300 dəfə Bismillahirrahmanirrahimi sübh vaxtı, gün çıxan vaxtı əgər bunu ifadə edərsə, mütləq həmin gündə Allah onun üçün bir çıxış yolu qoyacaq. Çünki İmam Sadiq əleyhissalatu vesselam buyurur ki, siz bilsəniz ki, Bismillahirrahmanirrahimin özündə hansı sirlər varsa, siz bir an belə onu dilinizdən əsirgəməzsiniz. Çünki orada Allahın əzəmətli adları keçir. Həm Allahın Allah adı keçir orada, həm Rəhman adı keçir, həm də Rəhim adı keçir. Bəli, Allah həqiqətən də bəndələrinə həm Rəhmandır, həm də Rəhimdir. Bu zikirlərin özünün insan həyatında böyük təsiri var. Bacardıqca həmin müşkillərin, çətinliklərin aradan qalxması qədər o zikirləri istifadə eləsin.